Hər gün qəbul imtahanına düşmüş 5 sual izah edirəm. 5-ci günün 3-cü sualına gəlin sizlərlə bir yerdə baxaq. Şərtdə deyilir ki, eyni cismi müxtəlif mayelərə saldıqda iplərdə yaranan gərilmə qüvvələri arasında münasibət T1 böyükdür T2, o da böyükdür T3 olur. Mayələrin sıxlıqları arasında hansı münasibət doğrudur? Eyni cisim dediyi üçün burada cismin kütləsinə M desək, hər üç halda da cismə təsir edən ağırlıq qüvvəsi mg ilə hesablanacaq və aşağıya doğru yönələcək. Ağırlıq qüvvələrini göstərdik. Həmçinin bu cisimlər mayelərdə olduğu üçün deməli bu cisimlərə Arximed qüvvəsi təsir edəcək. Arximed qüvvəsi də cismi mayedə aşağıdan yuxarıya doğru itələyən qüvvədir. Birinci cismə təsir edən Arximed qüvvəsinə F Arximed 1 deyəcəm. İkinci cismə təsir edən Arximed qüvvəsinə F Arximed 2 deyirəm. Üçüncü cismə təsir edən Arximed qüvvəsinə F Arximed 3 deyirəm. İndi burada eyni istiqamətdə olan qüvvələri toplayacağam. T1 və F Arximed 1 eyni istiqamətdə olduğundan toplayıram. T1 üstə gələ F Arximed 1 bərabər olacaq aşağıya doğru olan mg-yə. Buradan F Arximed 1-i tapsaq, olacaq mg çıxılsın T1. Eyni ilə F Arximed 2 də bərabər olacaq artıq mg çıxılsın T2-yə. F Arximed 3 də bərabər olacaq mg çıxaq T3-ə. Buradan da aydındır ki, qarşıda mənfi işarəsi olduğundan ipdəki gərilmə qüvvəsi nə qədər çoxdursa, deməli həmin cismə təsir edən Arximed qüvvəsi bir o qədər azdır. Yəni, baxaq indi, T1 böyükdür T2, o da böyükdür T3 verilib şərtdə, olduğu kimi buraya yazıram. Onda Arximed qüvvəsində tam əksi olacaq, F Arximed 3 böyük olacaq F Arximed 2-dən, o da böyük olacaq F Arximed 3-dən. Bizdən isə mayələrin sıxlıqları arasındakı münasibət soruşulur. Arximed qüvvəsinin düsturu, cisim mayeyə tam batarsa, rho maye, J və cisim olur. Buradan da aydındır ki, Arximed qüvvəsi rho maye ilə düz asıdır. Onda rho 3 böyük olacaq rho 2-dən, o da böyük olacaq rho 1-dən. 3 böyükdür 2-dən, o da böyükdür 1-dən. Baxın, A variantında doğru cavab verilmişdir.